Salam, mən Nərmin müəllimə. Sizinlə müəllif olduğum 7-ci sinif biologiya revim səviyyəli kitabından bir neçə sual izahını paylaşacağam. İzaha başlamamışdan əvvəl demək istəyirəm ki, yoldaşlar, ödənişsiz WhatsApp qrupumuz var. Həmin bu qrupa qoşularaq kitabdakı bütün sualların müzakirəsi, eləcə də həmin qrup üçün xüsusi hazırlanmış suallar, sınaqlar və s. işləyə və eləcə də müzakirə edə bilərik. Amma qrupa qoşulmaq üçün belə deyək də kitaba sahib olmalıyıq. Yeganə şərtimiz budur. Əlaqə saxlamaq üçün, kitab əldə etmək üçün və yaxud da qrupa qoşulmaq üçün açıqlama bölümündə qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz. Deməli, başlayacağım izaha. Sütunlar üzrə düzgün nüansların sayını qeyd edin. Deməli, birinci turp bitkisidir, meyvə köklü bitkidir, ehtiyat qida maddəsi əsas kökdə toplanır və biz bilirik ki, kökün üzərinə bilavasitə inkişaf edəcək yan kök və əsas kökün üzərində tumurcuq olmur. Daha sonra gövdə yumrusu, kartof. Kartof deməli gövdə yumrusunun üzərindən gövdə deyək bilavasitə inkişaf edəcək əlavə tumurcuq və üzərindən bilavasitə inkişaf edəcək əlavə kök və soğanaq. Soğanağın da üzərində gövdənin şəkil dəyişməsidir. Gövdəni qısalmışsınız. Bu da elə bax beləcə dibçiyi yerləşir. Həmin bu dibçiyin üzərində inkişaf edəcək bilavasitə əlavə kök və əlavə tumurcuq. İndi baxaq. Üzərindən bilavasitə əlavə kök inkişaf edir. Turpun üzərindən deməli meyvə kökdür deyib, bilavasitə əlavə kök inkişaf etməyəcək. Əlavə kök inkişaf edəcək gövdənin üzərindən. Gövdə yumrusu gövdənin şəkil dəyişməsi, yəni üzərinə bilavasitə əlavə kök inkişaf etməlidir. Amma bizə deyir ki, yanlışdır. Yəni bu yanlış düşüncədir. Və üçüncü, soğanağın üzərindən inkişaf edəcək əlavə kök, bəli, bu düzgün nüansdır. Düzgün nüansdır. Sonra əsas kökün şəkil dəyişməsi. Əsas kökün burada bir dənə şəkil dəyişməsini görürük. Biz turp. Yəni düzgündür. Gövdənin şəkil dəyişməsidir. Deməli bu da gövdənin şəkil dəyişməsidir. Yəni əsas kökün şəkil dəyişməsi deyil. Düzgün nüansdır. İki düzgün nüans deməli olacaq. İki səhv nüans olacaq düzgün nüans. Bu düzgündür. Yəni, bax, bizə deyir ki, əsas kökün şəkil dəyişməsi deyil. Özü bizə deyil deyir. Bəli, düz deyil. Və üçüncü, üzərində əlavə tumurcuq inkişaf edir. Əlavə tumurcuq bizə bayaq dedik, gövdənin şəkil dəyişməsinin üzərində inkişaf edəcək. Yəni, kökün üzərində inkişaf etməyəcək. Onsuz da bu da bizə etməyəcək kimi deyil. Yəni, düzgün düşüncədir. Deməli, gövdə yumrusunun üzərində əlavə tumurcuq inkişaf edir. Və soğanaq da gövdənin şəkil dəyişməsidir, üzərində əlavə tumurcuq inkişaf edir. Deməli, indi baxaq, bizə nə istəyir? Düzgün nüansların sayını istəyir. X-də 2 dənə, Y-də 1 dənə, Z-də 3 dənə. 3 də düzdür. Deməli, 2, 1, 3, B variantı uyğun gəlir. Növbəti baxırıq növbəti suala, 53 nömrəli sual. Qoltuq tumurcuğu sayı həmişə bərabərdir. Deməli, biz deyirik ki, zoğun üzərində tumurcuqlar var. Tumurcuqlar bölünür bir neçə qrupa. Əvvəlcə yerləşməsinə görə tumurcuqları biz ayırırıq. Təpə tumurcuğu və yan tumurcuq. Yan tumurcuqlarda bölünür iki yerə. Hansı tumurcuqlar ki, yarpağın qoltuğunda yerləşir, bu adlanır qoltuq tumurcuğu. Yarpağın qoltuğunda yerləşən qoltuq tumurcuğudur. Bu hissə isə buğum arasıdır. Buğum arasında yerləşən tumurcuqlar isə əlavə tumurcuqlardır. İndi biz nə deyirik? Deyirik ki, bu, misal üçün, mənim hal-hazırda ekranda çəkdiyim növbəli düzülüşdür. Növbəli düzülüşdə, bəli, deməli, bir buğumda bir yarpaq var və bir yarpağın da qoltuğunda bir qoltuq tumurcuğu var. Ola bilər ki, bu bitki, məsələn, cicicən bitkisidir, yarpaq düzülüşü qarşı-qarşıyadır. Bu halda bir buğumda 2 yarpaq və 2 qoltuq tumurcuq olacaq. Və yaxud da ola bilər ki, bu qarğacözü bitkisidir. Qarğacözü bitkisində isə bir buğumda, misal üçün, 3 yarpaq və hər yarpağın da qoltuğunda yenə qoltuq tumurcuq olacaq. Yəni 1, 2, 3 dənə. Belə. İndi biz görürük qoltuq tumurcuğun sayı həmişə nəyin sayına bərabər olur? Yarpağın sayına. Əvvəla buğum sayına deyə bilmərəm. Niyə?
Çünki bax, misal topal düzüşdə bir bulundu, 3 dənə qodluqturmucuq oldu. Yarpaqçıq sayına deyə bilmərəm. Məsələn, çiyələkdə 3 əl mürəkkəb yarpaqdır. 1, 2, 3 dənə yarpaqçıq oldu. 3 dənə yarpaqçıq, amma bir dənə qoltuqturmucuğu. Deməli, yenə düzgün deyil. Və saplaq sayına deyəndə ola bilər ki, deməli, yarpaq oturaq yarpaqdır. Məsələn, yarpaq, zoğ, oturaq yarpaq, bu da burada qoltuqturmucuğu. Yəni, heç burada ümumiyyətlə saplaq yoxdur, amma bir dənə qoltuqturmucuğumuz var. Yəni, qoltuqturmucuğu ilə saplaq sayda heç vaxt bir-birinə həmişə bir-birinə bərabər olacaq deyə bir nüans yoxdur. Belə, izah bu qədər yoldaşlar. Növbəti izahdan xəbərdar olmaq üçün kanala abunə olmağı unutmayın. Uğurlar.